Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi Sahil Nurəddin oğlu İbrahimov paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunub. Dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə və Daxili İşlər Nazirliklərinin əməkdaşları, rayon icra hakimiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər. İtkin şəhid yayılım atəşi və hərbi orkestrin müşayiəti ilə dövlət himnimizin sədaları altında torpağa tapşırılıb. Tabutun büküldüyü Azərbaycanın 3 rəngli dövlət bayrağı şəhidin yaxınlarına təqdim olunub. 32 ildir biz həsrətlə qardaşımın yolunu gözləyirdik. Bugün həsrətimiz sona çatdı. Biz qardaşımın nəşini gətirib dəfn elədik. Bu bizim üçün bir şükran günüdür. Mən bütün şəhidlərə Allahdan rəhmət dilirəm. Ailələrinə baş sağlığı, məkanları cənnət olsun. Qeyd edək ki, 1970-ci il iyulun 23-də Ermənistanın Amasya rayonunun Çivinli kəndində anadan olan Sahil İbrahimov 1993-cü il fevralın 9-da Ağdərə rayonunun Mehmanə kəndi istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.